أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم وبه نستعين إنه خير ناصر ومعين وصلى الله على سيدنا ونبينا وحبيب قلوبنا وشفيء ذنوبنا أبي القاسم محمد المصطفى صلى الله عليه وعلى آله الطيبين الطاهرين ولعنة الله على أعدائهم أجمعين من الآن إلى لقاء يوم الدين. أعوذ بالله من الشيطان الرجيم يا بني آدم خذوا زينتكم عند كل مسجد وكلوا واشربوا ولا تسرفوا إنه لا يحب المسرفين صدق الله العلي العظيم. Peyğəmbər ali Peyğəmbərə salavat eləyək. Sallallahu ala Muhammed. Fərəcəm. Mübarək cümə günüdür. Bu günün feyz və rəhmətinin hər birimizə şamil olmasından ötürü Peyğəmbər ali Peyğəmbərə salavat eləyək. Bəli, mübarək gündür, əzəmətli günlərdəndir, günlərin ağasıdır, ən üstün və ali günlərdəndir ki, Allah bu gündə olunan xüsusən ibadətləri, itaətləri ali dərəcədə qəbul eləsin və əlavə olaraq mübarək Rəcəb ayıdır ki, qarşıdan Şaban ayı gəlir, sonra mübarək Ramazan ayı gəlir. Allah bu ayların bərəkətin xalqımıza, millətimizə və cəm İslam ümmətinin üzərinə şamil eləsin inşallah. Mən istərdim bu cümə biz israfçılıq barədə danışaq. Çünki israfçılıq, biz bəzən düz başa düşə bilmirik israfçılığı. Bəzən dəqiq başa düşə bilmirik və israfçılığı ancaq və ancaq yeməkdə görürük. Ancaq yeyib içmək məsələsində israfçılıq başa düşülür. Necə ki, ehsan sözün ancaq verilən ehsan yeməkdən ibarət başa düşürük, elə fikirləşirik. Yəni, ümumi əksəriyyət olaraq. İsrafçılıqda bəzən ancaq yemək, yəni bir neçə növ yemək gələcək, bəzilərini yeyəcəksən, bəziləri qalacaq ortalıqda və ortalıqda qalıb xarab olan israfçılıqdır. Bəli, elədir, amma təkcə o israfçılıq deyil. Allah Təbarək və Teala oxuduğumuz ayədə belə buyurur. Buyurur ki, ey Adəm övladı, ey bəni Adəm, Həzrəti Adəmin nəslindən törəyənlər, yəni bizlər, insanlar, ey bəşər, xuzu zinətəkum ində kulli məscid. Məscidə gedəndə zinətlərinizi götürün. Zinət alın, yəni bəzənin, geyinin, ətirlənin, ən təmiz və ətirli libaslarınızı geyinin, gedin məscidə. Və kulu vəşrəbu və la tusrifu. Və yeyin, için, amma israf eləməyin. İnnəhu la yuhibbul musrifin. Çünki o, yəni Allah, israf eləyənləri sevmir. İsrafçıları sevmir. Ümumiyyətlə, Allah Təbarək və Teala bu ayənin, yəni bu israfçılıq məzmununda olan ayənin əvvəlində məscidlərdən, ibadətdə zinətlənməkdən və s. bunlardan söz açır. Və yeri gəlmişkən ona da aydınlıq gətirək. Çünki hədislərdə buyurulur Allah gözəldir və gözəllikləri sevir. Deyilir, ibadət əhli necə olmalıdır? İbadət eləyənlərin xüsusiyyətləri var da, bəzi görkəmi, zahirdə görünüşü. Görünüşü səliqəli olmalıdır, təmiz olmalıdır və daim üzərindən də ətir iyi gəlməlidir, qoxusu gəlməlidir. Bunun hətta ibadətdə savabı belə artıq olur. Məsələn, adi halda insan köhnə libasla, təzə olmayan libasla, qıldığı namazla, təzə geyindiyi libasın ətirli şəkildə qıldığı namazın savablarında fərq var. İnsan daha gözəl libasın geyinərsə, səliqəli geyinərsə, ətirlənib namaz qılarsa, ibadət eləyərsə, onun savabı daha çoxdur, daha yüksəkdir. Allah dediyimiz kimi özü gözəldir və yaratdıqlarını da gözəl yaradır. Kim deyir Allah zinəti sevmir, zinətlənməyi sevmir?
Allah zinətlənməyi sevməsəydi, gözəllikləri sevməsəydi, varlıq aləmində gözəllikləri yaratmazdı. Hələ bir gecə çıxırsan, baxırsan səmaya, ulduzların quruluşu, düzülüşü özü bir gözəllik bəxş edir dünyaya. Bu gözəllikləri Allah məqsədli şəkildə yaradıb. Allah insanın ondan zövq alsın, ibrət götürsün, insan lazım olan xüsusiyyətləri, imkanları onlardan alsın deyə yaradıb. Bu gözəllikləri buyurur Əlləzi əhsənə kullə şeyin xələqə. Mübarək Səcdə surəsindədir. Buyurur o yaratdığı hər bir şeyi gözəl elədi, gözəl yaratdı. Nə yaratmışdısa gözəldir. İstər bitkilər olsun, istər dənizlər olsun, okeanlar olsun, istər başqa dünyalar olsun, aləmlər olsun. Ki bunların fövqündə olan laqad xalaqnal insana fi ahsani taqvim. Ən gözəl formada və biçimdə olanı isə insandır. Ki bunların mərkəzində yer alıb və bunlara hakimdir. Bunların hər birinə hökmranlıq eləmə qüdrətinə malikdir. İmam Həsən əleyhissalamın sözü ilə desək, Allah gözəldir və gözəllikləri sevir. Və istəyir namaz qılan, ibadət eləyən, Allahla danışan, necə insan özü gözəldir, elədiyi əməl də gözəl olsun. Hətta mənə əvvəllər rast gəlmişdi bir yerdə, Həzrəti Peyğəmbər salavatıllahdan, hətta qəbirlərin üzərini düzəltməyi belə ki, göstəriş verir, düz eləyin, səliqəli eləyin. Bir ağac əkəndə belə ki, ağacı elə əkin, bir səliqəli bir formada çıxsın. Deməli, insanın hər bir addımından onun səliqəsi görsənməlidir. Bunu Allah bu insanı sevər həmişə. Çünki o səliqə səhman Allahın yaratdığı üslubdur. Allah hər bir şeyi səliqə ilə yaratdı. Namaza qalxanda, məscidə gedəndə, istər evdə qıl namazı, istər məscidə gəl, məsciddə qıl. Geyin ən səliqəli libasını. Ən gözəl ətirdən istifadə elə. Gəl ibadət və itaət və o səliqəli geyimlə, səliqəli paltarla, ətirli libasla qıl. Həm sən ibrətsən, nümunəsən ətrafdakılar üçün. Cəmiyyət baxsın səndən, övladların baxsın, ətrafdakılar baxsın, kiçiklər baxsın, səndən ibrət götürsün. Bir nəfər gəldi İmam Həsən əleyhissalamın yanına. Dedi, ağa, bu nə deməkdir, bu nə libasdır? Sən həmişə gözəl libas geyinirsən, səliqəli geyinirsən, ibadətə qalxanda ətirlənirsən. Nə deməkdir də, bunun mənası nədir? Bu nəyə əsasəndir? Bəlkə bir şey bilirsən, bizə öyrət, biz də bilək. Həzrət buyurdu, İnnəllaha cəmilun yuhibbul cəmal. Bayaq dediyimiz kimi, Allah gözəldir, gözəlliyi də sevir. Fəətəcəmməl li rabbihi və huvə yəqul. Mən də öz Rəbbim üçün özümü gözəl göstərirəm, səliqəli göstərirəm. Ətirlənirəm, səliqəli geyinirəm, təzə libaslar geyinirəm. Və huvə yəqul xuzu zinətəkum ində kulli məscid. Çünki Allah özü buyurur Quran-ı Kərimdə, öz zinətlərinizi götürün, yəni zinətlənin məscidə gedən zaman. Elə ki, məscidə getdiniz ibadətə, itaətlə məşğul olmağa, geyinin səliqəli şəkildə, zinətlənin ki, baxanlar görsünlər ki, mömin Allahla rabitəyə gedən, əlaqə saxlamağa gedən insan, razı niyaza gedən insan necə olmalıdır? Bir nəfər var idi, İbad ibn Kəsir. Riyakar bir dırnaqarası zahidlərdən idi. Zahid zöhd əhlinə deyərlər. Zahid yəni tərki dünya olub. Ancaq bu Allahla danışır. Adam var axı, görürsən ancaq gecə-gündüz zikr eləyir. Amma bu onların dırnaqarası formasında idi. Yəni həqiqi zahidlərdən deyildi. Gəldi İmam Sadiq əleyhissalamın yanına. İmam Sadiq barədə yazırlar ki, çox səliqəli geyinərdi. Baxdı imama dedi, bu nə dəbdəbədir,
Bu nə səliqə səhmandır? Bu nə geyimdir sən geyinmisən? Sən peyğəmbər övladısan. Sənin atın Əli ibn Əbi Talib belə geyinməzdi. Amma sən belə səliqəli, dəbdəbəli geyimlər geyinmisən. Sən neynəmək istəyirsən? Əslində bu imamı istəyirdi insanlar arasında kiçildə, alçalda. Gör nə günə qalıb insan dövrün imamın səliqəli geyindiyinə görə alçaltmaq istəyir. Deyir, bu nə geyimdir sən geyinmisən? Bu cür dəbdəbəli, bahalı libas geyinmisən. Həzrət İmam əleyhissalam buyurdu ki, sən oxumamısan Allahın Quran-ı Kərimdə bu ayəsin. Mən hərrəmə zinətəllahi əlləti əxrəcə li ibadih. Kim Allahın zinətin, öz bəndələri üçün hazırladığı zinətin haram eləyib? Kim? Sən özündən Allahın bizim üçün yaratdığı bu gözəllikləri bizim əlimizdən alıb bizlər üçün haram eləmək istəyirsən. Və təyyibati minər rizq və Allahın paç yaratdığı ruzilərdən paçların kim haram eləyib? Yəni kimin belə bir səlahiyyəti var ki, Allahın bəndələri üçün halal elədiyim bu dursun, qalxsın desin, mən haram eləyirəm. Sən həmin insanlardansan ki, Allahın halallarını haram eləmək istəyirsən. Başın sağ aşağı getdi, söz olmadı. Bunların mənası nədir? İmam buyurdu ki, Allah Quranda buyurur ki, insan üçündür bu zinət, insan üçündür bu gözəllik, insan üçündür bu səliqə, İnsan üçündür bu ətriyyat, insan üçündür bu səliqə səhman. İnsan özü gözəl olmalıdır, səliqəli olmalıdır. Hədislərdə var, Həzrəti Peyğəmbər salawatullahın var dövlətinin, malının bir qismi ancaq ətriyyata sərf olunardı. Ancaq ətir, xoş iyi gəlsin, xoş qoxu gəlsin. Peyğəmbərlə görüşəndə, Peyğəmbərin yanından keçəndə, gözəl ətir iyi gəlsin bundan. Və bunun Allahla rabitəsi olan zamanda bunun əcri, mükafatı daha çox olur bu səliqə səhmanlı olduğuna görə. İnsan geyinməlidir, insan yeməlidir, insan içməlidir, insan yaşamalıdır. Amma Allah təbarək və təala həmin ayənin axırında buyurur, növbəti ikinci hissəsində, zinətlənin deyəndən sonra deyir, kulu vəşrabu və la tusrifu. Elə bilməyin, həddi aşmaq olar. Yeyin, için, amma israf eləməyin. Həddində istifadə eləsiz gözəllikdir. Amma israf eləyəndən sonra bu sənə yaraşmır, bəndəçiliyə yaraşmır. Hədislərdə buyurulur ki, insanın fəqirin ruzisi varlının, zənginin israfı miqdarındadır. İsraf elədiyi miqdardır, artıq deyil. Əgər hardasa bir nəfər ac qalırsa, sənin o israf elədiyin o bir tikədir, o bir qismdir, o bir qurtum sudur. Həmin miqdardır. Ona lazım olan hissə sənin israf elədiyin o bir hissədir. Kulu vəşrabu, yeyin, için. Sən üçün yaradıb ey insan. Kulu minət tayyibat. Yeyin Allahın paç yaratdıqlarından istifadə eləyin. Amma maraqlı bilirsiniz nədir? Quran-ı Kərimdə bir ayədə Allah Teala buyurur: "Vəllezîne izâ enfaqu lem yusrifu və lem yaqturu." Çox insanı düşündürən ayələrdəndir. Mən deyərdim ki, insan bu ayənin barəsində gündə bir miqdar, bir neçə dəqiqə fikirləşsə bəsidir. Buyurur, ayə nə deyir? Bizim öz dilimizdə nə deyir? Deyir ki, o insanlar ki, Allah yolunda infaq eləyərlər, sədəqə verərlər, ehsan eləyərlər, yaxşılıq eləyərlər. Ləm yusrifu, israf eləməzlər. Və ləm yaqturu, və çox da əllərini sıxmazlar. Nə israfçılıq eləməzlər, nə əllərini sıxmazlar. Və kana beynə zəlikə qavama.
Bu ikisinin arasındakı orta yolu tutarlar. Burada nə dedi? Burada söhbət infaqdan gedir. Allah yolunda ehsan eləməkdən gedir. Mənim şəxsi həyatımda yediyim, içdiyim bir tərəfə qalsın. İndi mən fəqirə yardım eləyirəm, kömək eləyirəm. Deyir, yenə israf eləmə. Deyir, infaq eləyirsən, Allahın yolunda ehsan eləyirsən. Birinə bir çörək verirsən, deyir, orada da israf eləmə. Amma çox da əlini sıxma, əldən bərk olma. Vələm yaqturu. Onlar nə israf eləməzlər, nə də ki, onlar əllərin çox sıxmazlar. Bu ikisinin arasındakı orta yolu tutarlar. Çünki onlar Allah yolunda bir iş görürlərsə, Allahın, belə deyək də, Allahın istəyinə uyğun eləyərlər. Allahın iradəsinə uyğun eləyərlər. Həzrəti Peyğəmbərə nazil olan ayələrdən biri də budur. Xanım Zəhraya bu ayə nazil olandan sonra Həzrəti Peyğəmbər sallallahu fədəyi pay verdi. Fədək, bağıçı var idi, onu pay verdi. Bu ayə belədir və atizəl qurba haqqa İsra surəsinin 26-27-ci ayələri buyurur, öz qohumlarına, yaxınlarına haqqın ver. Onların haqqın ver. Vəl miskinə və ibnəs-səbil və o insanlar ki, miskindir, çarəsizdir, imkansızdır, fəqirdən də aşağı həddədir maddi cəhətdən vəziyyəti, onlara öz haqlarını ver və bir nəfər ki, gəlib yolda səfərə çıxıb gəlib, heç nəyi yoxdur, heç kim yoxdur, qalıb yolda, ona da kömək elə, ona da yardım elə ki, ünvanına gedib çatsın və la tubəzzir təbəzira, ancaq israf eləmə. Ancaq israf eləmə. Hədislərdə var, bir nəfər dəstəmaz alır. Həzrəti Peyğəmbər sallallahu dönəmində bir nəfər dəstəmaz alır. Alır, üzün yudu, sağ qolun yudu, sol qolun yudu, başına, ayaqlarına məs çəkdi, məs idi. Məs çəkdi. Həzrət gördü ki, bu dəstəmazı alarkən çox sudan istifadə edir. Dəstəmaz alarkən çox sudan istifadə edir. Həzrət onun yadına saldı ki, israfdır, bu olmaz. Dedi, ey Allahın Peyğəmbəri, dəstəmazda da israf, təəccüblə. Dedi, əgər sən bir axar çayda dəstəmaz alsın, belə orada da artıqdan dəstəmaz alsın, o da israfdır. Həzrəti Peyğəmbər sallallahu axar çayda belə dəstəmaz alanda deyir, həddində al. İndi əlbəttə Həzrəti Peyğəmbər sallallahu işin əhəmiyyətini göstərmək üçün axar çayda dedi. Amma insan hər bir şeydə istər dəstəmaz alsın, istər qüsl alsın, istər yesin, içsin, əllərin yusun. Bəzən insan paçlanır, saatlarla güya paçlanır. Güya bu vasvasıdır, paçlanır. Vasvasılıq özü haramdır, bu öz yerində. Şeytan əməlidir. Bu haramdır, şəriət bunu haram buyurub. Həzrəti Peyğəmbər sallallahu haram buyurub. Amma eyni zamanda sənin israf elədiyin o su, sənin o paçlamaq məsələndən daha çox haram gətirir sənə. Ki, bir tərəfdən israf eləyirsən, digər bir tərəfdən şeytan əməli olan vasvasalığı icra eləyirsən. Şeytanın vəsvəsəsinə uymusan, aldanmısan. Ona görə Həzrət buyurur ki, hətta dəstəmazı axar çayda belə alsanız, yenə də israfçılığa yol vermək lazım deyil. Nəinki adi bir su ilə dəstəmaz alırsınız. Buyurur, innəl mübəzzirin kanu ixvanəş şeyatin. Çünki israfçılar şeytanın qardaşlarıdır. İsraf eləyənlər şeytanın qardaşlarıdır. Və kanəş şeytanu li rabbihi kəfura. Çünki şeytan öz Rəbbinə qarşı küfr eləyib. Bəzən israfla təbziri izah eləyirlər. Təbzir bilirsiniz nəyə deyərlər? Təbzir bəzir sözündəndir. Bəziləri toxuma deyərlər. Məsələn, toxum səpirsən, buğda olsun, nə bilim, digər dənli bitkilər. Bunlar toxuma deyərlər, bəzir. Təbzir həmən kəlmədəndir, həmən kökdəndir. Mənası da budur ki, ona görə israf adlanıb, toxumu necə gəldi səpirsən axı? Ətrafa səpələyirsən. Təbzir də israf anlamını ona görə ifadə edir ki, Allah yolunda belə nəsə versin, səpələmə, ünvanına ver.
Biri xəstədir, ruhu xəstədir, apar ona pul ver. O neyniyəcək pulu? Ya kiməsə verəcək, ya itirəcək, ya da ki, cırıb atacaq. Deyir, israf edirsən. Sən ona lazım olanı ver. İndi birinə 100 manat lazımdır, apar 1000 manat ver, yolun azsın, getsin başqa işlərlə məşğul olsun. Deyir, yox, ehtiyac yoxdur, ona miqdarında ver. Artığın vermə, israfdır. İndi birinə çörək lazımdır, sən apar buna başqa bir şey vermə, ona çörəyin ver. Hər bir şəxsə öz haqqın ver, hər bir insana lazım olanın ver. Aleykum salam və rəhmətullah. İnsana lazım olan miqdarı vermək lazımdır. Deyirlər ki, israfla təbzirin mənası budur. Məsələn, biri 3-4 növ yemək qoyub qarşısına, əyləşib yeyir. Birin yedi, o biri daha gedmir də, daha yeyə bilmir. Deyir, 2 nəfər əyləşmişdi yeməyə, yedi, biri yıxıldı, açdı. Üzr istəyirəm, yedi partladı da belə deyirlər el arasında. O biri də daha gördü, mən yeyirəm, daha getmir də, nəsə kömək edir filan, bizir bir təhər. O biri qayıt dedi, qardaş, deyəsən doymusan. Dedi, yox, doyan belə olur, o yerdəki kimi. Mən elə doymamışam. İnsan var, görürsən, qoyub qarşısına yeyir. Birin yedi, indi ikincini yeyir. İkinci getmir, amma güclə də olsa yedi. Buna deyərlər israf. İsraf. Təbzir nədir? Təbzir odur ki, birin yeyə, ikincini yeyə bilməyə, baxa, zay eləyə, aparıb ata. Buna deyərlər təbzir. Quranda Allah hər iki ifadənin hər ikisini işlədib. Mən loru dildə bunları izah eləməyə çalışdım. Amma bunlar çox vaxt eyni mənanı ifadə edir. Fərqi yoxdur. İsraf təbzirdir, təbzir də israfdır. Fərqi yox. Bizim dilimizdə, tərcümədə hər ikisi israfçılıq kimi izah olunur, başa düşülür. Həzrəti Əli əleyhissalam buyurur: "Əla innə i'ta'əl mal fi gheyri haqqihi təbzirun və israf." Nəhcül Bəlağədə Həzrət buyurur. Buyurur, bilin, hər hansı bir malı, hər hansı bir sərvəti haqqı olmayan insanlara vermək israf və təbzirdir. Çünki haqqı deyil. Ona verilməməlidir o. Sən ona verməklə onun haqqını aradan aparırsan. Sən o verdiyin mala zülm eləyirsən ki, o sahibinə verilmir. Və huvə yərfə'u sahibəhu fid-dunya. O verdiyin deyir, ola bilər səni dünyada ucatsın. Məsələn, desinlər, adam var, gündə yığır 3 nəfər, 5 nəfər, gəlin gedək, sizə məsələn qonaqlıq verəcəm. Gedir, aparır, xərcləyir. Evdə də istəyirlər axı bundan. Evdə də qonaqlıqdan istəyirlər. Bu aparır, hamı əl çalır, ətrafında 3 nəfər, 5 nəfər əl çalır. Bu yaxşı insandır, çox gözəl insandır. Bu qonaqlıq verdi, belə deyək, şot verdi. Qonaqlıq verdi. Onların yanında sən yaxşısan, əlasan. Sən yeksən, belə deyək. Amma qiyamət günü Həzrət Əli əleyhissalam buyurur: "Və huvə yərfə'u sahibəhu fid-dunya və yada'uhu fil-axirə." Axirətdə o insan kiçikdir. Axirətdə həmin insanı, o verdiyi mal ünvana verilməyib axı. O kiçildir onu. O onu alçaldacaq axirətdə. Və yukrimuhu fin-nas, insanların içərisində onu hörmətli eləyəcək. Filan kəs hörmətli insandır. Niyə? Məsələn, gələndə filan eləyir də. Əyləşib görür 5 nəfər məsələn küçədə dayanıb, onlara çıxardır, pul verir, pul paylayır. Niyə? Siz küçədə nə edirsiniz? Xəstə deyilsiniz, filan deyilsiniz. Ged işdə zəhmət çək, əziyyət çək. Həmin insana niyə pul verməlisən sən? Niyə nəsə verməlisən? Hətta o israfdır. Şəriət deyir, o israfdır. İnnəl mübəzzirin, səbəbkar da sənsən, sən onu öyrədirsən, sən onu pis öyrədirsən. Həzrəti Peyğəmbər və məsumların həyat tərzi belə olub. Bir nəfər işsizə çox vaxt işlə təmin eləyərdi onları. Yönləndirərdi, get filan işlə məşğul ol.
Ancaq elə verimsən, ye, yat, yox, belə istəmir. Belə olmaz. Hə, o insanlar ki, işləmə qüdrəti yoxdur, işləyə bilmir, uyğun gəlmir. Ya məsələn bir xanımdır, işləyə bilmir. Övladları var, övladların təlim tərbiyə eləyir. Hə, ona get, kömək elə, yaxşılıq elə, infaq elə. Amma baxıb görürsən, sağlam bir insandır ki, buyurur, ağ biləklər, Qabil yazırdı o şeiri, ağ biləklər, gülərlər, tarlada qabar, bir qeyrətsiz yekəpər, qızıl gül satar. Qeyrətsiz oluruq biz, səhv düşəndə yerimiz. Ümman gəmisi çayda oturar üzməz. Çay gəmisi dağ boyda dalğaya dözməz. Dözümsüz oluruq biz, səhv düşəndə yerimiz. Görürsən, insanlar bəzən səhv düşür, xərcləyəndə də səhv yerlərə, ünvanına vermir. Həzrət Mövla Əleyhisselam buyurur, o malı ki sən ünvanına çatdırmadın, istər xumus da belədir, zəkat da belədir, sədəqə də belədir, fitrə zəkatı da belədir, gündəlik çıxartdığın o qədimdə təsaddüq deyərdilər, amma o təsəddüqdir, yəni sədəqə çıxartmaq. Ya Allah, salavat zikirlə Peyğəmbər Ali Gündəlik ayırdığın o sədəqələr deyirlər, o təsəddüq. Həmin o sədəqələr də elədir. Onu aparıb verəcəksən lazım olan ünvanına, o səni aparacaq behişdə. Lazımsız yerə sərf olunacaq, verəcəksən, aparacaqlar lazımsız şəkildə istifadə olunacaq. Həzrəti Əli əleyhissalam buyurur və yukrimuhu finnas və yuhinuhu indallah. Dünyada insanların arasında hörmətli olar o insan, bu cür ünvanına verməsə sədəqəni, o yaxşılığı, o infaqı, o ehsanı ünvanına çatdırmasa, insanların arasında hörmətli olacaq, deyəcəklər filan kəs yaxşı insandır, pul xərcləyəndir, əli açıqdır, filandır, amma yuhinuhu indallah, Allahın yanında o insan alçalacaq, kiçiləcək. Niyə? Çünki Allah deyir ki, və la tubəzzir təbzira, kulu vəşrabu və la tusrifu. Allah israf eləyənləri sevmir. Allah yaradıb sizin üçün. Yemək də sizindir, içmək də sizindir, geyim də sizindir. Sənə lazım olan geyim 5 dənə, 3 dənə geyimdir, onları geyin. Artıq niyə yığmısan, saxlamısan? Dolabda günlərlə, illərlə qalır istifadə olunmuş. Üstünə xumus gəlir, toz basır, zay olur, filan olur, qalıb ortalıqda. Lazım deyilsə deyir, apar ver, apar ehsan elə bir nəfərə, bir olmayan, kiminsə yoxudursa ver. Biri bir dəfə dedi, mən istəyirəm paltarlardan bir neçə nəfər var, ehsan eləyəm, kömək eləyərsən mənə, dedim, problem yoxdur. Gətirdi, paltarları yığdı. Baxdım, gördüm, bir dənə salamat hissəsi yoxdur paltarların. Dedim, qardaş, bunları sən ehsan eləyirdin. Bu ehsan da öyle, bu isaədir, bu pislikdir. Bu yaxşılıq deyil ki. Dövrün geyimi var, zamanənin geyimi var. Məsələn, belə deyək, 50 il, 60 il, 80 il bundan əvvəl orta məktəbdə oxuyan yaşlılarımız deyir, Allah ömür versin, ölənlərimizin ruhlarını şad eləsin inşallah. Deyərdilər, yamaqlı şalvarlarla biz gedərdik məktəbə, pencəklərlə gedərdik. Cırıq ayaqqabılarla gedərdik. Amma hamı eyni vəziyyətdə idi. Heç kim heç kimin ayaqqabısına lağ eləmir, paltarına lağ eləmir, gülmür. Normal qarşılanırdı bu. İndi sən denən, o vaxtı mən belə geyinmişəm, indi də övladlarımı, nəvələrimi belə geyindirim. İmam Sadiqə o sualı verdilər də, bir nəfər gəldi, dedi, sənin babun Əli ibn Əbi Talib belə geyinməzdi. Sən görürsən necə geyinmişsən. Bu dəbdəbə nə üçündür? Sən niyə belə dəbdəbəli geyinmişsən? Həzrət buyurdu, vay olsun sənə. Sən heç bilirsən, mən niyə belə geyinmişəm? Babam Əli niyə elə geyinib? Həzrət Əli ibn Əbi Talibin dönəmində vəziyyət o idi.
İnsanlar tapa bilmirdilər geyim. Kasıbçılıq idi. Geyim tərzi o idi. Amma bu gün inkişaf var. Hər bir şəxsin geyimi var. Hamı geyinir. İndi bu gün mən o geyimlə gəzsəm, məni tənə vurarlar, mənə məsxərə eləyərlər, mənə istehza eləyərlər. Ona görə Həzrət Əli əleyhissalam elə özü buyurur. Həzrət Mövla özü buyurur. Buyurur ki, övladlarınızı öz zamanınız yox, onların zamanına görə geyindirin. Ki, normal geyim tərzi nədir? O şəkildə geyindirin. Deməyin ki, hə, o vaxtı biz, məsələn, qaloşla gedərdik, indi sən də get, məsələn, cırıq qaloşla məktəbə, ya filan yerə. Yox, onları öz zamanəsi. İndi geyinə bilməyən nədir? Geyinə bilməyənə cəmaət kömək eləməlidir. Bilən adamlar kömək eləməlidir. Ged bir dənə ayaqqabı da al ver. Gizdin, reklam eləmədən. Ged bir dənə şalvar al ver. Verə bilmirsən 2 nəfər yığılış bir dənə şalvar al, bir dənə ayaqqabı al, bir dənə corab al, naski al. Apar. Heç bunların heç birini eləyə bilmirsən, apar bir neçə dənə dəst corab al, apar qoy müəyyən yerdə məktəbdə. Deyirəm mənim adım olmasın, verin də. İndi müəllimlərdən, ya kimlərdənsə. Ya məsələn qoy məscidə indi kim gəlsə, coraba ehtiyac olsa götürsün. Ya get başqa bir yerdə, başqa bir müəssisədə. Məsələn deyirəm bunları. Ona görə Həzrət buyurur ki, həmin o yerinə, ünvanına çatmayan mal, çatmayan sədəqə, çatmayan ehsan, ünvanına çatmırsa, lazımsız yerə yönləndirilirsə, o dünyada səni hörmətli eləyəcək insanlar arasında. Amma Allahın yanında səni zəlil eləyər, səni kiçildər. Mən hərrəməl zinətəllah əlləti əxrəcə li ibadi. Quran buyurur, kimdir Allahın bəndələri üçün yaratdığın haram eləyə? Heç bir insanın buna səlahiyyəti yoxdur. Allahın yaratdığı o pakları heç kim özünə haram eləyə bilməz. Başqasına da haram eləyə bilməz. Görürsən adam verir, əlini nəyə atırsan, deyir, haramda olmaz. Deyir, haram eləməyə heç kimin ixtiyarı yoxdur. İndi day haramdırsa o başqa məsələ. Yəni, halal olan bir şey, elə fırladasan, deyəsən haramdır, deyir, yox, buna heç kimin səlahiyyəti yoxdur. Heç kimin buna ixtiyarı yoxdur. Buyurur, ya bəni Adəm, xudlu zinətəkum ində kulli məscid. Məscidə gedəndə zinətlənin, yaraşıqlı, səliqəli geyinin, ətirlənin. Və yeyin, için, amma israf eləməyin. Çünki Allah israf eləyənləri sevməz. Ki, bu cümənin mövzusu elə bu olsun. Allah bizləri israf eləyən bəndələrindən qərar verməsin inşallah.